Salam əziz izləyicilər. Demək 11 yanvar 2026-cı ildə OTK-nın buraxılış fənləri üzrə keçirdiyi sınaq imtahan suallarının izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayaq. Demək baxıram sinif 9 riyaziyyat suallarının izahı. Demək bizə nə verib orada? Demək verib AB kvadrat. Birinci sual. AB'nin kvadratı deyir kiçikdir 0 və BC bərabər 0. Buradan da A kvadrat B sıfırdan büyük olduğunu deyir. ABC həqiqətlərini deyir müqayisə edin. İndi qulaq asın. Baxın. Burada fikir verin. Hasil sıfırdır. Hasil sıfırdırsa mütləq vuruqlardan biri nə olmalıdır? Sıfır olmalıdır. Əgər mən düşünsəm ki B sıfırdırsa, əgər B sıfır olsaydı, onda burada sıfırdan kiçik bərabər yazmalıdır. Düzdür mü? Çünki B sıfırsa hasil sıfır da ola bilərdi. Ona görə demək B sıfır deyil. Onda mütləq burada C sıfırdır. Aha, C sıfır. Bu belə. Sonra baxıram. Demək bura. Hasil mənfidir. Baxın, istənilən ədədin kvadratı onsuz da müsbət eləyir. Müsbəti nəyə vursa mənfi eləyir? Mənfiyə. Demək A mənfidir. Baxıram bura. İndi fikir verin. A mənfi olsa belə kvadratı müsbətdir. Müsbəti nəyə vursa müsbət edir? Müsbədə. Demək B də müsbətdir. Aha, bu belə. İndi mənə deyir müqayisə elə. Demək C sıfırdırsa, C ortadadır. A mənfidir. Demək A sıfırdan kiçik, yəni C'dən kiçik. B müsbətsə, B də C'dən böyük. A kiçikdir C'dən, o da kiçikdir B'dən. Demək cavab olur nə? C variantı. Növbəti baxıram ikinci sual. Daha doğrusu bu 2 deməyək də biz buna belə deyək. Bu 31'dir. Bu da 32. Deyir rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 9'a bölünməsini alınan qalıq. Baxın, rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli. Ən böyük deyirsə 9, 8 rəqəmlər müxtəlifdir axır. Ən böyük, demək rəqəmlər müxtəlif, ən böyük 3 rəqəmli cüt ədəd. Baxın, 7 yaza bilmərəm, 6 yazıram. Çünki cüt ədəd deyir. Bunun 9'a bölünməsinə alınan qalıq. 9'a bölünmə qaydası nədir? Rəqəmlər cəmi. 9'dan 8, 17 üzərinə 6, 23. Demək gedirəm 23'ü, bölürəm 9'a düşür 2 dəfə 18, qalıq nədir? 5. Demək bu ədədin də 9'a bölünməsindən alınan qalıq nə olacaq? 5 olur. D variantı. Baxıram növbəti 33'ə. ABC bərabər tərəfli üçbucağının deyir BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Baxın, bir dənə ABC bərabər tərəfli üçbucağın deyir BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Mesela burada bir D nöqtəsi götürdüm. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası çəkilmişdir. Baxın, bunu belə çəkirəm. Bura elə bir ki, bura olsun. Bura 20 dərəcə deyir əmələ gətirib. Demək bu üçbucağın AB tərəfi ilə nə deyir? BC tərəfi üzərində D nöqtəsi götürmüşdür. Bu üçbucağın AB tərəfi 20 dərəcəli bucaq əmələ gətirən AD parçası çəkilmişdir. Mən səhv qeyd elədim. AB tərəfi ilə deyir 20 dərəcə. Aha, AB ilə 20 dərəcə əmələ gətirən AD parçası çəkilib. BH isə hündürlükdür. Buradan bunu çəkirəm. Bu olur hündürlük. K nöqtəsinə deyir kəsişir. Məndə nə istəyir? AKB-ni istəyir. AKB baxın buradır. İndi fikir verin. Bu şərtdə dedi ki, bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli isə bura bütün olmalıdır 60. Onda buraya nə düşdü? 40. 40, 90. Bura düşdü nə? 50. 50 isə qonşu nə oldu? 130. Bizdən də AKB-ni istəyir. AKB nədir? 130. B variantı. Növbəti baxıram 34'ə. Deyir yan tərəfi 5 olan bərabər yanlı trapesiyanın oturacaqları 6, 12. Demək bir dənə trapesiya çəkirəm. Demək bura A olsun. B, C, D. Yan tərəfi 5 olan bərabər trapesiya. Bura 5, bura 5. Oturacaqlar 6, 12. Təbii kiçik oturacaq 6, böyük oturacaq 12. Bu trapesiyanın hündürlüyünü istəyir. Burada bir hündürlük çəkirəm.
Bərabər yanlı trapesiyadan hündürlük çəkəndə, baxın bu hissənin uzunluğu nəyə bərabər olur? Böyük oturacaqla kiçik oturacağın fərqinin yarısı. Məsələn, mən bura x yazsam, x bərabər olur 12 çıx 6 bölü 2, yəni 3-ə. Bura nəyə bərabərdir? 3-ə. Onda h nəyə bərabər? Pifagora görə 5-in kvadratı 25, 3-ün kvadratı 9, bu da olur 16, h da olur nə? 4. Bir də bu trapesiyanın hündürlüyünü soruşur, olur 4, B variantı. Növbəti baxıram 35-ə. Deyir, A-nın hansı müsbət qiymətində, demək A-3 bölünsün, nədir orada? A kvadrat minus, mən nə deyim? Deyir, A-nın hansı müsbət qiymətində kəsirin mənası yoxdur. Hə, mənası yoxdursa, demək şərt orada məxrəc yəqin ki A kvadratdır. Minus 2A'dır. Baxın, kəsirin nə vaxt mənası olmur? Məxrəc 0 olanda. Məxrəc 0 olsa bunun mənası olmaz. Buradan da A ortaq çıxartsam, olur A-2 bərabər 0. A-nın 0 və A-nın 2 qiymətində. Mənə də A-nın hansı müsbət qiymətində dediyinə görə, təbii ki 0 müsbət deyil. 2-dir müsbət, olur B variantı. İnşallah şərt orada 2-dir də. Şərt biraz yaxşı görünmür. Ona görə. Orada 2-dir məxrəc. Hə, 2-dir də yəqin ki. Sonra baxıram 30 neçəyə? 6-ya. Deyir, radius 8 olan çevrənin uzunluğu. Sadə bir sual. Çevrənin uzunluğu 2 pi r-dir. Radius 8 isə 2-yə vurdum 16 pi. 16 pi oldu C variantı. Baxıram 37-yə. Fərq 46 olan qonşu bucaqların kiçiyini tapın. Qonşu bucaqların cəmi bilirik ki 180-dir. Fərqi nəyə bərabərdir? 46-ya. Yuxarını aşağını toplasam B'lər gedir, betalar. Oldu 2 alfa bərabər 226. Alfa oldu 113. Alfa 113 ise onda beta nə olmalıdır? 67. Niyə? Çünki cəmi 180-dir. Mənə də kiçiyini istəyir. 67 E variantı. Baxıram 38-ə. Deyir, fərq azalandan A vahid kiçik olarsa. Demək, fərq azalandan A vahid kiçikdir. Bir dəqiqə buradan yaxşı baxım şəkilə. Fərq azalandan deyir A vahid kiçikdir. Bu nə deməkdir? Fərq azalan. Baxın. A minus C bərabərdir B-yə. Mən A yazmayayım. O A ilə bunu qarşılamayıq. Belə yazıq. Bura X çıx Y bərabər Z yazıram. Baxın, burada A azalandır. Bu çıxılandır. Bu nədir? Fərqdir. Mənə şərtdə deyir ki, fərq, yəni bu Z. Azalandan A vahid kiçikdir. Yəni mən Z, baxın, fərq azalandan A vahid kiçikdir. Bu nə deməkdir? Yəni X-dan mən Z-i çıxsam A-ya bərabər olur deyir. Mənə deyir, çıxılanı tapın. İndi fikir ver. Burada da Z-i sola atsam, X çıxılsın Z, Y olmur. Sol tərəflər bərabərsə, sağ tərəflər də bərabərdir. Onda elə bizə çıxılan istəyir. Çıxılan Y deyil, bəli. Elə Y nəyə bərabərdir? Elə A-ya bərabərdir də. Mənə çıxılan istəyir A, E variantı. Növbəti baxıram 39. Baxın 64 x üstü 6 çıxılsın 27 y-in kubu. Burada ortaq halında nəsə varmı? Yoxdur. Mən kublar fərqi kimi baxıram. 4x kvadratının kubu deməkdir bu. Bu da 3y-in kubu deməkdir. Kublar fərqinə görə 4x kvadrat çıxılsın 3y. Birincinin kvadratı 16x üstü 4. Hasilinin əksi üstəgəl 12x kvadrat y üstəgəl 9y kvadrat. Bu da hansı variantı? Gəl baxaq. 4x kvadrat çıx 3y. 16x üstü 4 üstəgəl 12x kvadrat y. Demək 4x kvadrat çıx 3y. 16 sonra 12x kvadrat y üstəgəl 9y kvadrat. Bu da C variantı. Baxıram neçəyə? Demək 40'a. Demək A'nın kubu vurulsun A üstü mənfi 1 üstü 3 vur A üstü 4.
Qüvvət qüvvətə yüksələn olur. Hər birinə aiddir. Olacaq A üstü 9 vur A üstü -3 vur A üstü 4. Bu da qüvvətlər nə olur? Toplanır. 9'un üzərinə -3 gəlir. Olur müsbət 6. Üstünə 4 gələndə 10. Cavab olur nə? A üstü 10. B variantı. Düz oldu mu? Bəli. O da 3'dür yoxsa 5'dir nədir? 3 olar yəqin. Sonra baxıram 41'ə. AB çoxluqları üçün A'nı verib, B'ni verib kəsişmək istəyir. Sadə bir sual. Məsələ baxıram ki, üzərində yazım. Məsələ baxıram. A'da var 3, B'də 3 var. Xeyr. Kəsişmək istəyir də məndən ortaq seçirəm. A'da 4 var, B'də də yoxdur. A'da 5 var, B'də də var. A'da 6 var, B'də də var. A'da 7 var, B'də də var. Neçə dənə bizə say istəyir də N, A ilə B'nin kəsməsi. N nədir? Say bildirir. Neçə dənə? 3 dənə C variantı. Sonra baxıram 42'yə. Demək 42'də baxın belə bir sual verir. -32 vur A'nın kubu. Deyir ifadəsinə vurğu kök şahəsinin altından çıxarın. İndi qulaq asın. Biz burada nəyi bilməliyik? Kökün dərəcəsi cütdürsə, kök altı ifadə nə olmalıdır? Müsbət olmalıdır. Bunun mənası olsun. İndi qulaq asın. Burada mən A'nın işarəsini təyin etməliyəm. Baxın, bura müsbət olması üçün A kubunun özü nə olmalıdır? Mənfi olmalıdır. Yəni A'nın özü mənfi olmalıdır ki, mənfinin kubu mənfi eləsin. Mənfiyə vuranda müsbət eləsin. Düzdürmü? Bəli. Əla. Bərabər. Baxın, -32. 32 nə yazaram? 16 vur 2 yazaram. A kubunu nə yazaram? A kvadrat vur A yazaram. İndi qulaq asın. 16'dan çıxır 4. A kvadratdan nə çıxacaq? A çıxacaq. Nədə? Modulda. İçəridə qaldı -2 A. Baxın, A onsuz da mənfidir. A mənfidir. Mənfiyə vuranda müsbət. Kökün altı müsbət olur. Yəni burada problem yox. İndi A mənfidirsə, modul daxil ifadə mənfi olduğuna görə qarşı mənfi atmalı deyiləm. Olacaq -4A, bir də -2A kök altda. Və cavab olacaq bu şəkildə. Demək oldu nə? -4A. İçəridə -2A E variantı. Sonra baxıram 43'ə. 43'də bizə nə deyir? Deyir meyvə qurudulduqda, topla da var bu sual, 60%'ni itirir. 12 kilogram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Baxın, meyvə qurudulduqda 60%'ni itirir. Düzdürmü? 12 kilogram meyvə qurusu lazımdır. 12 kilogram özü meyvə qurusudursa, 60%'i itirsə, onda quru olan 40%'dir. Mənə nə lazım? 100%. Nə qədər lazımdır bizə? 100%. 12'ni vurdum 100'ə, böldüm 40'a, 20'ye gedir 2, 20'ye gedir 5. Bunlar bunu getdi 6, 6'nı 5'ə 30. Bizə nə qədər meyvə götürmək lazımdır ki, 12 kilogram quru meyvə olsun, 30 kilogram A variantı. Sonra baxıram 44'ə. Demək 44'də x kvadrat minus 16'dır. Daha doğrusu A kvadrat minus 16'dır. Kvadratda fərqinə görə A minus 4, A plus 4 yazıram birbaşa. Məxrəc A plus 4'ün kvadratıdır. Bu vurulsun. 4 plus A, A plus 4 eyni ifadədir. Yerlərini dəyişəndə cəm dəyişməz. Bir də bölünsün deyəsən orada 8 minus 2 A'dır mı? Yəqin 8 minus 2 A olur. Buradan hər ikisindən 2'ni ortaq çıxartsam 4 minus A olar. İndi qulaq as. A plus 4'ü A plus 4'ə vurdum. Kvadrat elədi. Məxrəcindən getdi. Sürətdə qaldı A minus 4. Məxrəcdə 2 vur 4 minus A. Burada mənfini qarşıya atsam. Mənfini qarşıya atsam. Olacaq A minus 4. Bu da bundan gedir. Qaldı -2'də 1. Bu da -0.5. İnşallah ki variant varsa yəqin də düz gördük. Yəni PDF-də mən gördüyümə görə yazıram. Ona görə inşallah ki PDF-i də düz görürəm. Demək baxıram neçəyə? 45'ə. 45'də nə deyir mənə? Demək 0,4'də 3 nə deməkdir? 9'da 3 deməkdir. Üstə gəl. 1,3 nə deməkdir? 1,9'da 3 deməkdir.
üstə gəl 2 tamam 4'ə 3 nə deməkdir? 2 tamam 9'a 3 deməkdir. İfadəsinin qiymətini hesablayın. Təbii ki, burada məxrəclər bərabərdir. Tamları toplayıb tamda yazıram. Demək 0 üstə gəl 1 üstə gəl 2. Neçə elədir? 3 tamda. Məxrəc yerində 3'dən 3'ü 6, o da 9. 9'a 9 1'dir. 3'ün üzərinə gəldim 4. Cavab nə oldu? 4. Nə variantıdır? B variantı. Növbət baxıram 46'ya. Demək 46. 46 dəqiqə tərəfləri 4, 6 olan paralelogramın perimetri tərəfi A olan rombun perimetrinə bərabər olsa A-nı tapın. Uşaqlar, bu bizdə olsun paralelogram. Bu da olsun bizdə məsələn romb. İndi qulaq. Paralelogramın tərəfləri 4, 6. Bura 4, bura 6. Demək paralelogram perimetrinə də 2 vur. 4 plus 6. 12'ye vurdum 20. Tərəfi A olan rombun perimetri nə olacaq? 4A. Buradan 4A özü deyir ki, perimetrləri bərabərdir. Demək 4A 20'dirsə, onda A nəyə bərabərdir? 5'ə. Cavab oldu. Demək 46'da nə? 5. Sonra baxıram 47'yə. Demək 47'də nə deyir? 2026'nın kubudur, kvadratıdır o. Məxrəcə görə düşünürəm ki, kvadrat olar. Demək sürət kvadratsa 2000 kvadrat fərqinə görə 2026 çıx 2025 2026 üstə gəl 2025. Məxrəcdə bölünsün. Nədir məxrəcdə? 4051. Sonra üstə gəl. 2025 kvadrat 2024'ün kvadratı. Bu da kvadrat fərqinə görə olsun belə. Məxrəcdə nədir? 4049. Baxın toplayanda 4049 eləyir. Bundan gedər. Toplayanda 4051 eləyir. Bundan gedər. Qaldı 2026 çıx 2025. Baxın bunun fərqi elədi 1. Bunun da fərqi elədi 1. Demək 1 ilə 1'in cəmi də oldu 2. Cavab olacaq burada nə? 2. Növbəti baxıram 48'ə mi? Demək baxın bizə belə bir çevrə verib və bir dənə toxunan verib. Bir dənə toxunan verib və bir dənə kəsən verib. Demək bura A, bura T, bura C, bura O mərkəz, burada D. Mənə deyək mərkəz O nöqtəsi olan çevrədə AT toxunan, AD isə kəsəndir. AC'ni 4 verib, CD'ni 5 verib, buranı 5 verib. AT toxunan uzunluğunu istəyir. Sadə bir sualda toxunan kəsən xassəsi. Toxunanın kvadratı bərabər çöldə qalan hissə vurulsun ümumi hissə. 4 vur 9 36. X olur nə? 6. Məndə nə istəyir? AT-ni istəmir. AT ilə toxunandır. Cavab olur nə? 6. Sonra növbəti baxıram 49'a. 49'da nə deyir bizə? 3x minus 2y bərabər 12'yə. 2x üstə gəl 3y bərabər mənfi 5'ə. Məndən tənqidlə sistemdən x minus y fərqini istəyir. Demək x minus y fərqini istəyir. Yuxarıdan çıxsam işmə yararmı? Yaramır. Toplasam yaramır. Elə nə edərəm? Y-in birini itirim məsəl üçün. Buranı vururam 3'ə, buranı vururam 2'ə. Olacaq 6 yox 9x çıx 6y bərabər 36. 4x üstə gəl 6y bərabər mənfi 10. Və bunları alt alta toplasam bunlar gedər. 13x bərabər 26. X bərabər 2. Ürəyin harda istəyir yerinə yaz. Məsələn yazdım burada. X-a 2 yazsam
olacaq 4 üstə gəl 3y bərabər -5. Buradan da demək 3y bərabər -5 çıx 4 -9. Y bərabər -3. Mənə də x çıx y istəyir. Yəni 2 çıx -3. Bu da 2 plus 3. Bu da oldu 5. Növbəti baxıram neçəyə? 50'yə. Demək 50. 50'də deyir ki, m bərabərdir 0,25 və bizə nə verib? 256 qüvvətdə 3m. Üstə gəl 4 qüvvətdə -2m. İfadənin qiymətini hesabla deyir. Hesabla deyirsən, hesablayaq. Demək 256'nı nə yazaram? 0,25 4'də 1 demək deyil. 256'nı baxın. Nə yazarıq? 16'nın kvadratda yaza bilərəm. Düzdürmü? 2 üstü 8 yaza bilərəm. Bax 256'nı yazaram. 2 üstü 8. Bax diqqətlə qulaq as. 3. M'in də yerinə yazaram. 4'də 1. Bax üstə gəl. Burada 4'ün yerinə yazaram. 2'nin kvadratı. Qüvvətdə -2 vur 4'də 1. İndi baxın. 2'nin qüvvətinə. Bunlar hamısı nə olur? Bir-birinə vurulurmu? Qüvvətlər. 8 vur 3 vur 4'də 1. Üstə gəl. 2'nin qüvvətinə 2 vur -2 vur 4'də 1. Düzdürmü? 8 ilə 4 x sayıda qaldı 2. 2'ni də 3'ə vur 6. Bu oldu 2 üstü 6. 2'ni 2'yə vur 4. Bu 4'lər gedir. Orada -1 qalır. 2 üstü 6 64 deməkdir. 2 üstü -1 2'də 1 0 onda 5 deməkdir. Bu da olacaq 64 tam onda 5. Cavab 64 tam onda 5 olur. Növbəti baxıram 51'ə. 50 tamam. 51. 51'də demək bizə nə verib? Yaxşı görəmirəm onu. A böl B bərabər 5'də 3'dür deyəsən. Mənə də B bölünsün A minus B'ni istəyir. Burada təbii ki, yəni standart sualdır. A 3K, B 5K. Yatımı deyil, yəni B'yə 5K yazıram. A'ya 3K yazıram. Çıx 5K yazıram. Başda məxrəc B minus A'ymış. Yəni məxrəc B minus A'dırsa, yəni 5K çıx 3K'dır. Sürət oldu 5K, məxrəc oldu 2K. Böləndə K'lar getdi, qaldı 2 tam onda 5. 2 tam onda 5. Bax belə. Sonra baxıram 52'yə. 52'də bizə verib bir dənə romb. Demək bir dənə romb. Bura A. Bura B, C, D. Buna bir diagonal. Demək A verib 3x minus 10 dərəcə. C verib 2x plus 10 dərəcə. Bizə ABD-ni istəyir. Baxın buranı istəyir. Uşaqlar, paralelogramda da rombda da qarşı bucaqlar nədir? Bərabər. X-də 2-də. Belə. 3x-dən 2x çıxanda x qalır. Bu 10 sağa gedir, müsbət olur. 10'dan 20. X nə oldu? 20. Burada nəzərə alsam 3'ü vururam 20'yə 60. Çıxıram 10, 50. Baxın bu bərabər yanlıdırsa. 180'dən 50 çıx. 130, 2'yə böl 65, 65. Digər tərəfdən bilməliyik ki, rombla diagonal tən böləndir. İti bucaq 50'dirsə, kör bucaq 130'dur. Bu da tən bölən olduğuna görə yarısı 65, 65. Məndən nə istəyir şərtdə? ABD-ni istəyir. ABD baxın buradır. Cavab oldu nə? 65 dərəcə. Sonra baxıram, demək 53'ə. Demək 53'də ABC düz bucaqlı 3 bucaqdır. Baxın ABC düz bucaqlı 3 bucaqdır. AC tərəfi üzərində demək bura A, B, C. Deyir AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Burada bir dənə D nöqtəsi götürdüm. ACB 90, AB
11. BC kökdə 21. Düzdürmü? AD-ni verib 8 və BD parçasının uzunluğunu istəyir. BD nədir? BD bu. İndi burada bir x yazıram. Ben normalde Pifagora göre AC'nin kvadratı, bütöv baxıram. Bərabər nə? 11'in kvadratı 121 çıxsın kökdə 21'in kvadratı 21. Bu olur 100. Onda AC nəyə bərabərdir? 100'ün kvadratı nəyin kvadratıdır? 10'un. AC bütöv 10'dursa x-a 2 qaldı mı? 8'in 2'nin cəmi 10. İndi mən, baxın bu düz bucaqlı 3 bucağa görə gedirəm BD-ni tapıram. BD'nin kvadratı bərabərdir. Kökdə 21'in kvadratı 21. Üstə gəl 2'nin kvadratı 4. Oldu 25. Onda BD nəyə bərabərdir? 5'ə. Bizə də BD-mi istəyir? Bəli, oldu 5. Baxıram növbəti 54'ə. Demək 54'də deyir ABC çoxluqları ilk 120 natural ədəddən uyumlu olaraq 3, 4, 5 qalıqsız bölünən natural ədədlər çoxluğu olarsa, iştiqami hissədə olan ədədlərin sayını tapın. Demək ABC çoxluqları ilk 120 natural ədəddən uyğun olaraq 3, 4, 5'ə qalıqsız bölünəndir. Yəni şuna baxın mənə. Bu A'dır. Bu B'dir. Bu da C'dir. Demək A uyğun olaraq dediyinə görə A 3'ə bölünənlərdir. B 4'ə bölünənlərdir. C də 5'ə bölünənlərdir. Düzdürmü? İndi bax, rənglənmiş isə mənə nəyi bildirir? Rənglənmiş isə nəyi bildirir? 3'ə və 4'ə bölünənlərin sayı verir də, bura elə deyilmi? Yəni ilk 120 natural ədədin içərisində 3'ə və 4'ə eyni zamanda bölünənlərin sayı deyil bura rənglənmişsə. Bəli. Demək ki, mən nə edərəm? 3'ə və 4'ə bölünən ədəd neçə bölünür? 12'ə bölünür. Demək gedirəm ilk 120 natural ədədin içərisindən 12'ə bölünənlərin sayını tapsam birbaşa cavabı tapmış olaram. Demək ilk 120 deyilsə 120 də daxildir. Ən böyük 12'ə bölünən ədəd 120'nin özü. Çıxılsın demək ən kiçik 12'ə bölünən ədəd 12. Bölünsün 12'nin özü, üzerine gel 1. Bu bize neyi verir? İlk 120 natural ədədin içərisində 12'ye bölünən ədədlərin sayını verir. Demək cevap ne olur? 10 mu olur? 10 oldu. Bu mənfi 1 olur. Bundan gedir. 12'ni 2'ye böl. 10. Aha. Deyir ki, iştiqami hissədə olan ədədlərin sayını tapın 10 dənə. Fərqli yollarla da tapa bilərsiniz. Ən qısası belə. Növbəti baxıram 55'ə. 55'də deyir ki, cəmi 77 olan 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyük. Demək bizim 3 dənə ədədimiz var. Deyir ki, 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyük. Üçüncüdən isə 7 var kiçikdir. Demək burada ortaq nədir? İkinci ədəddir. İkinciyə x yazıram. Deyir bak ikinci ədəd birincidən 3 dəfə böyük. Qoy birinciyə x yazsam, ikinciyə yazdım 3x. İkinci kəsrə girməyim də. İkinci ədəd birincidən 3 dəfə böyük. Deyir üçüncüdən isə 7 var kiçikdir. Söhbət 2'dən gedir. İkinci ədəd birincidən 3 dəfə böyük. Üçüncüdən isə 7 var kiçikdir. Yəni ikinci ədəd üçüncüdən 7 var kiçikdirsə, onda üçüncü ədəd nəyə bərabərdir? 3x plus 7'ye. Bunun özü bundan 7 vaat kiçikdirsə, demək ki bu bundan 7 vaat çox deməkdir. Və bunların cəmi nəyə bərabərdir? 77'ye. Özü deyir. Toplayıram x, 3x, 4, 3, 7x. Üstəgə 7 bərabər 77'ye. Buradan 7x bərabər 70'ə. X bərabər 10'a. Mənə bu ədədlərin hasilini tapın deyir. X 10 oldu mu? Bəli. Bu 10. Bu 30. Bu da 37. Demək 10 vur, 30 vur, 37. Neçə eləyir? 3 37 vur neçə eləyir? Demək 1, 2 yadda 111. Aslında 2 dənə 0. Ədədimiz bu. 11.100. Ədədlərin hasilini istəyir. Cavab oldu belə. Demək bu da sonuncu sualıydı.
Sağ olun, hər birinizə uğurlar. Növbəti sınaqlarda görüşənədək.